Salam hörmətli izləyicilər. Milli TV-də sizinlə günün xəbərləri proqramında Aytən Ağayarovadır. Azərbaycan prezidenti tərəfindən Azərbaycan Milli Məclisinə təqdim olunan amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi, bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3000-dən artıq şəxsin cəzasının azaldılacağı, 7000-dən çox məhkumun azadlığının məhdudlaşdırılması cəzasından, 4000-ə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə 1000-dən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi də proqnozlaşdırılır. Xəbərlərə Milli TV-də baxmağa davam edin.